Günəş 10 dərəcə şimal enliyində zenitdə olduqda Bakı şəhərində günəş şüalarının düşmə uzağını hesablayın. İlk növbədə bizə burada Bakı şəhərinin yerləşdiyi paralel enliyini biz bilməliyik və bildiyimiz kimi Bakı şəhəri 40 dərəcə şimal enliyində yerləşir. Günəşin isə 10 dərəcə şimal enliyində zenitdə, yəni 10 dərəcə şimal enliyində 90 bucaqda düşdüyünü nəzərə alsaq, belə bir düsturla bunu həll etməyə çalışırdıq. Belə ki, günəşin zenitdə olduğu yer 10 dərəcə şimal enlidir və biz buradan ərazini tapmağa, daha doğrusu Bakı ərazisində günəşin düşmə uzağını təyin etməyə çalışaq. Belə ki, Bakı 40 şimal enliyində və günəşin də zenitdə olduğu ərazi şimal enliyi, yəni 10 dərəcə şimal enliyi olduğundan aralarındakı məsafəni biz ilk növbədə bunları çıxıb, alınan cavab isə 90 dərəcədən çıxmalıyıq və belə ki, burada doğru bəndi gördüyünüz kimi mötərizənin içi 30 dərəcə eləyir, 90-dan da 30 çıxanda doğru bəndimiz 60 dərəcə qalır. Belə ki, doğru bəndimiz burada 60 dərəcə olacaqdır.